Ötən ilin ilk 11 ay ərzində Azərbaycan xarici ölkələrə 37 milyon 231 min dollar dəyərində 2 milyard 379 milyon ədəd siqaret ixrac edib. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, siqaret ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35% və ya 617 milyon ədəd artıb. Qeyd edək ki, Azərbaycan ötən il siqaretləri bu ölkələrə satıb. Onu da qeyd edək ki, 2024-cü ildə Azərbaycanda Azneftdən sonra ən çox vergi ödəyən şirkət siqaret istehsalı ilə məşğul olan Tabeterra MMC olub. Bu şirkət il ərzində dövlət büdcəsinə 689,3 milyon manat vergi ödəyib. Xatırladaq ki, vergi məcəlləsinin 187-ci maddəsinin tələbinə əsasən aksizli malların, o cümlədən də siqaretin ixracı 0 dərəcə ilə vergiyə cəlb olunur. Bu səbəbdən də Tabeterra MMC-nin büdcəyə ödədiyi vergilər Azərbaycanda satılan məhsullar hesabına formalaşıb. Hazırda siqaretin hər qutusuna 1 manat 10 qəpik aksiz vergisi tətbiq edilir.